Belə, başlayaqmı? Digər mən dəftərimi gətirim. Bir daha axşamınız xeyir olsun. Xoş gördük hər birinizi. Yeni qatılanları da salamlayaq. Əzizlərim, bildiyiniz kimi artıq ayın sonuna sadəcə 4 günümüz qalır. 4 gün, belə deyərdim, əslində qısa görünsə belə, bizim işlərimizdə xüsusən ay sonunda çox həlledici bir vaxtdır. Çünki hələ də yarımçıq karyerlər var, hələ uğur qarşıdadır və nəzərə alsaq ki, ballarımız 2 ay sistemdə qalır, bu ayın uğurları növbəti ayımızın təməlidir. Yəni, bunları düşündükdə təbii ki, hələ bizim çox böyük görəcək işlərimiz var. Deməli, əzizlərim, bu 4 günə biz nələr edə bilərik və nələr düşünürük? Ən önəmlisi budur. Hər şey düşüncəmizdən başlayır. Deməli, biz necə edək ki, bu 4 günə nələr qazana bilək? Mən düşünürəm, çox şey bacarmaq mümkündür. Bilirsiniz, mən gəldiyim gün 15 karyer olmuşam. Hətta 21, 27 karyer olan, hətta bir neçə günə 33 karyer olanlar belə var. Bu mümkündür. Sadəcə işin gedişatını öyrəndikdə, nə edəcəyinizi bilərək, işi planlayaraq, öhdəlik götürdükdə işlər o qədər asan, o qədər nizamlı olur ki və hər şey axarında gedir. Bizim əsas deməli, uğurumuzun səbəbi işi öyrənərək başlamaqdır. Düzdürmü? İndi ayın son günləridir. Təbii ki, dünən möhtəşəm bir kampaniyanı sonlandırdıq. Bir çoxlarınız faydalandınız təbii ki. Amma karyerlərin tamamlanması üçün düşünürəm ki, sistemə baxdıqda karyeramız hələ də yarımçıqlar var. Deməli, bu kampaniya hələ də yetərli olmayıbdır. Ona görə də nə edirik? Biz bir daha hər an sistemə nəzarət, vəziyyəti idarə edirik. Ona görə mən yenə lövhədə yazmışam, yəni bu balların, dövrü balın, karyer balın necə tamamlamaq lazımdır və ən əsası biz necə uğurlu iş sahibi ola bilərik. Əzizlərim, biz əgər ki, özümüz uğurlu olsaq və bu işin asan, sadə tərəflərini görə bilsək, inanın ki, onu asanlıqla qarşı tərəfə ötürərik və bilirsiniz, hər şey bizim xarakterimizdən və bilgilərimizdən asılı olduğu üçün təbii ki, işin qaydalarına əsasən siyahımız da hazır olduqda və Rafiq bəy dəfələrlə o gündən göndəribdir, sağ olsun, qrupa təqdimatı. Yəni, bu bizim işimizin ana təməlidir. Sıfırdan, sanki bir əlifba ilə, rəqəmlərlə necə oxumağa başlayırıqsa, eyni ilə də network işinin təməli olan təqdimatı bildiyinizdə, özünüzə güvənərək, inamla bu işə başladıqda mütləq şəkildə uğur olmalıdır. Hətta gözlədiyinizdən də artıq olacaq. Niyə bu qədər əminliklə deyirəm? Çünki ersaq imkanları həqiqətən sizə ən böyük uğurlara çatmağa imkan verəcək. Bu arada nəyi bildirəcəm? Bildiyiniz kimi Azərbaycana hər ay deyərdim ki, bir şirkət gəlir. Təbii ki, mən bunların hamısını öyrənməyə çalışıram. Hətta mənim özümə belə təkliflər belə gəlir. İnanın ki, bəzən o təkliflər sizi darıxdırıb, qıcıqlandıra bilər, amma əksinə məni sevindirir. Niyə? Çünki onlar bizim dəyərimizi bildikləri üçün bizi dəvət edirlər. Və bu arada o bizə bir fürsət olur ki, biz onların sistemini öyrənə bilirik. Və ən maraqlısı nədir? Biz onların sistemini öyrəndikcə, inanın,
İnanın ki, Allah şahidimdir ki, mən bir daha sevinirəm və şükür eləyirəm ki, doğrudan da biz şanslıyıq ki, irsaqçıyıq. Hələ də Azərbaycanda irsağa çatan bir şirkət yoxdur. Və mən belə baxıram ki, olmayacaq da. Bəziləri deyir ki, ay bizdə qiymətlər daha ucuzdur, ay bizdə nə bilim binardır, odur, budur. İnanın ki, irsağı tanıyan birisi, irsağı amma doğru tanıyan birisi həmən onlarla müqayisə edərək irsağın üstünlüklərini görə bilir. O zaman siz bir daha olduğunuz yerdən, doğru qərarınızdan əmin olaraq irsağa daha bərk-bərk sarılaraq, daha inamlı addımlarla irəli getməyi düşünürsünüz. Mən sırağa gün demək bir şirkətin, o da yeni, ay ilklərdən olursunuz. Bilirsiniz də, gələnlər həmişə belə cəlb edici, pafos reklamlarla gəlirlər. Dedim, başa düşmədim. Axı, ilklərdən olmaq sizə niyə bu qədər önəmlidir? Bax, niyə? Deməli, sonda qalana nəsə bir problem var. Düzdürmü? Çox diqqət eləyin, ha, çox diqqət eləyin. Onlar əslində o cür reklam etməklə özlərini ələ vermiş olurlar. Amma bizdə ilk yaxud son. Bacaran, çalışan qazanır. Bunu unutmayın. Mütləq şəkildə çalışan qazanır. Qazanmağın, çalışmağınsa açarı öyrənməkdir. Uğurun açarı öyrənməkdir. Bunun başqa yolu yoxdur. Hansı ixtisasın sahibi olursan ol, həyatını yaxşı yaşamaq istəyən bir ömür boyu öyrənməlidir. Necə deyərlər? Beşikdən məzara qədər öyrənmək. Deməli, nə düşünürsünüz? Ayın sonuna qədər nə qədər qazanmaq mümkündür? Yeni gələnimiz 100 manat qazana bilərmi sizcə? Bax, bunu dəftərə not alın. Birazdan siz də fikirlərinizi deyərsiniz. Məncə mümkündür. Nəzərə alsaq ki, sistemdə olan yeniliklər də maaşımızın daha artıq hesablanmağına imkan verir. Yeni gələnimizə, əgər ki, siz doğru seçim etmişsinizsə və o insana doğru yanaşaraq, qayğı ilə işi öyrədərək işə başlamasına yardım edirsinizsə, yəni, necə ki, müəllim hər gün işinin başındadır, siz də bir irsaqçı olaraq hər an, hər vaxt işiniz fikrinizdədirsə, işinizlə məşğulsunuzsa, təbii ki, yeni gələniniz 100 manat qazanar, o qazandıqca siz də qazanarsınız. İndi lövhədə göstərəcəm sizə. Və təbii ki, burada əsas məsələ bizim planlı çalışmamızdan asılıdır. Ayın əvvəlində biz hədəf çalışması keçirik sizlərə. Onları indi lövhə üzərində yenə də bir təkrar xatırlatma olaraq izah edəcəm sizə. Amma bizə ən önəmlisi ayın deməli axırında nələr etməliyik biz? Ayımızı necə sonlandırmalıyıq ki, gələn aya biz daha böyük uğurlara həvəslənək, daha böyük uğurları öhdəlik qoyaq. Düşünün ki, bu ay yeni gələnimiz bu 4 gün ərzində 15 karyerini tamamlayarsa, o zaman onun sistemdə müəyyən qədər balları olur, düzdürmü? Və nəzərə alsaq ki, bu ballar da gələn ayın axırına qədər, yəni 2 ay sistemdə qaldığına görə, ona növbəti karyerlərə çatmaq imkanı verir. O zaman neyinirik? Bunun elə gəldiyi an. Deməyin ki, bu alıcı olaraq gəlin. Bax, bəlkə də bizim ən çox yanlışımız alıcı gələn insanlara hələ məhsulu bir uzun müddət tanımasına belə deyək ki, vaxt veririk ki, hələ bu nə vaxt sağalar, nə vaxt bu məhsuldan razı qalar. Əslində bizim məhsulumuzdan anında razı qalmaq mümkündür. Bir dəqiqə bunu göstərəcəm məsələ. Xüsusilə hədiyyəmizdə olan Klembal masaj kremi. Bax, bu öz sözün deyir. Bizim oturub günlərlə, aylarla gözləməyimizə ehtiyac yoxdur. Sadəcə
imkanlarımızı və vaxtımızı qazancımıza görə elə dəyərləndirməliyik ki, hər dəqiqəmizi pula çevirməyi, qazanmağı bacarmalıyıq. Təbii ki, Ersağın nəzərə alsaq ki, hər tərəfli qazancı var, istər sağlıq, istər maddi, istər mənəvi, o zaman daha böyük qazanclardan hər kəsə ürəklə, rahatlıqla söhbət edə bilərsiniz. İndi gəlin baxaq. Biz sistemdə deyək ki, hər hansı bir lövhə görünürmü? Yəni, bildirin, lövhənin görünməsin. Yoxsa görünürmü? Bəli, görünür. Rahatdırmı? Baxın, çox xahiş edirəm ki, hər kəs dəftərində not alsın. İnanın ki, biz bu mövzunu hər gün təkrar keçsək, mənə elə gəlir ki, yenə də azdır. Niyə? Bax, biz sistemlə işləməyi bacarsaq, inanın ki, hər şey bizə o qədər asan, o qədər sadə, rahat görünəcək ki, və biz o zaman daha ürəklə insanlara yanaşaraq burada iş qurmağın, yəni iş imkanlarını tanıdıq, tanımadıq, hər kəsə təklif edərik. Biz bugün əgər komanda yaratmaqda çətinlik çəkiriksə, inanın ki, özümüz hələ bu işdə çətinlik görürük. Hələ də yəni istər məhsul olsun, istər belə deyim, sistem olsun, hardasa bizə çətin göründüyü üçün biz insanlara ehtiyat edirik. Yəni ay başa düşməz, ay necə reaksiya verər, amma əslində bilgilər bizə daha güclü inam verər və bizim özgüvənimiz artar. İndi diqqət edin və mütləq də not alın, suallarınızı da hazırlayın. Deməli, bildiyiniz kimi, baxın, burada qeyd etmişəm, ballarımız 2 ay sistemdə qalır. Bunu hər biriniz bilirsiniz. Bilmirsinizsə də bilin. Xüsusilə qeyd etməliyəm ki, əzizlərim, 2 ay dedikdə biz, yəni burada gün söhbəti yoxdur. Yəni, ayın istər əvvəli, istər axırı, hansı günündə yəni, üzv olmuşsunuz, həmin ay sayılır. Yəni, aprel ayının balları may ayının axırına qədər sistemdə qalacaq. Bu o deməkdir ki, indi mart ayının balları da aprelin axırına qədər sistemdə qaldığı üçün artıq martda olan ballarımız getməlidir, silinməlidir sistemdən. Bax, xüsusilə bu mövzuda kimin nə sualı varsa mütləq dəftərinizdə yazın, birazdan verərsiniz. Deməli, ballar 2 ay sistemdə qaldığı üçün, baxın, 2 sütunda göstərilir. Dövrü bal, yəni bu aya aid olan ballarımızdır, adından da gördüyünüz kimi, yəni dövrü. Bu, yəni aprel ayının ballarıdır. Bəs karyer balı nədir? Karyer bizi adından gördüyünüz kimi karyerlərə çatdıracaq baldır və bu keçən aydan qalan ballarla bu ayın toplamıdır. Yəni burada gördüyünüz 164, yəni bunun 64'ünü bu ayda qazanılıbdır və 100 bal isə keçən aydan gəlib. Deməli, biz burada həmən hesablamalıyıq ki, bax, əsas bu hesabları bilmək lazımdır. Bir də baxın, burada göstərmişəm karyer cədvəlimizi. Karyer cədvəlimizi hər kəs gəldiyi gün əzbər bilməlidir. Gəldiyi gün. Bu sponsorların, liderlərin səlahiyyətindədir. Yəni, siz gətirdiyiniz hər üzvə cavabdehsiz. Əgər onlar nəyi bilmirsə, bu birbaşa sizin günahınız sayılır. Deməli, əzizlərim, burada karyer balımızı bildiyimizə görə 164 artıq bunun öncü olmağa az qaldığını göstərir. Yəni 200 bal bizi öncülüyə çatdırdığı üçün 201. Burada sadəcə 26 bal, 36 bal çatmış. 36 balımız çatmış. İnşallah 4 gün ərzində bu 36 balı tamamlamaq lazımdır. Baxın, mən bu 4 gün söhbətini ona görə nəzərinizə çatdırıram ki, sizin yəni öhdəlikləriniz ay sonunu necə uğurla başa vurarıq,
necə qazançlı olarıq? Əgər siz burada 36 balı yekunlaşdırmasaz, burada kariyeri tamamlandırmasaz, o zaman itirəcəyiniz məqamı bilməlisiniz. Siz burada keçən aydan gələn 100 balı itirmiş olursunuz. Keçən aydan gələn 100 balı itirmək sizi gələn ay daha böyük çətinliyə salar. Baxın, burada yazacağım 100. Bu keçən aydı. Nə qaranlıqdasa deyərsiniz. İndi burada siz baxırsınız, mən bu 36 balı necə düzəltməliyəm? Bunun üçün təbii ki, alt ekibə baxmaq lazımdır. Xüsusilə yeni gələnlərdən başlayaraq söhbətlər aparılmalıdır. Həmən qrup zəngləri təşkil olunmalıdır. Toplantı etməlisiniz ekibiniz ilə. Kimlərlə şəxsən ayrıca danışmaq lazımdır. Artıq bu sizin komandanızdır. Kimə necə yanaşıb, kiminlə necə işləyəcəyinizi siz bilməlisiniz. Və baxın, komandada ən yeni gələn aktiv bir üzv var. Yeni aktivləşib və bunun sadəcə 4 balı var. Yəni buna məsləhət görmək olar ki, işimizin gedişatı budur. Sən 10 karyerə çatarsansa, ayın axırına hətta 15 karyerə çatarsa, bizim də bir ənənəvi kampaniyamızdan faydalanıb mükafatını alaraq tanıtım çantası belə qazana bilər. Bu, düşünün ki, kampaniyada aktivləşmiş bir üzvümüzdür. Və yaxud burada, indi bunları dəftərdə yazın, hesablayın. Deyək ki, 6 bal buradan gələcək. Bunları yazın, mən də yazıram dəftərimdə. Deyək ki, 6 bal yeni üzvdən gələcək və sonra nə olacaq? Və növbəti 50 bal, burada 15 karyerdə olan 50 balı olan bir üzvümüz var. İndi diqqət edin. 6 bal yeni üzvdən gəlməlidir. 10 bal isə bu 50 balın üzərinə gələrək 60 bal tamamlanmalıdır ki, bu da 21 kariyer olsun. Deməli, bizim artıq 10 bal da bu üzvdən gəlir. 16 bal artıq gəlir, buradan gələcək. Və növbədə 10 kariyerdə olan üzvümüzün 25 balı var. Və bu 25 balın üzərini tamamlayıb 30'a çatdırsaq, nə olacaq? Burada da bizim 5 balımız kəsirdi. Bunu da gəlirik üzərinə. Yazırsınız inşallah. 5 bal. Deməli, oldu 21 bal. Bizə lazımdır 36 bal. Düzdürmü? Və bu 36 balı komandada necə çıxardırıq? Sonra nəhayət 21 kariyerdə olanımız 40 balı var. Bax, burada bir sual işarəsi var. Bunu sizə ayrıca izah edəcəm. Bax, buna istənilən qədər potensialına uyğun olaraq öhdəlik qoymaq olar. 4 gün öhdəliyi, yəni ayın son öhdəliyi. Sonra növbədə var 16 balı olan 10 kariyerimiz və buna lazımdır 30 bala çatmaq üçün deməli 14 bal. 14 bal da buradan gəlir. Və nəhayət yuxarıda 15 kariyerdə olan birisinin isə 24 balı var. Bunu isə ən azından alt kariyerinə baxmaq. Əgər birinin, indi bax, bunu izah eləmək istəyirəm əsasən bugün sizə. Xüsusilə ona görə lövhədə sxemi belə yazmışam. Deyək ki, birisi 15 kariyerə keçən ay çatıbdır və onun, diqqət eləyin, sadəcə 4 bal dövrü balı var bu ay və onun cəmsi 24 balı qalıbdır sistemdə və bunun 4 balı dövrü olaraq gəlibdir. 20 bal silinəsidir. O zaman biz bu adamla necə söhbət aparmalıyıq? Baxın, deməli bu adam passivliyə doğru gedir. Əgər onun balı silinəcəksə, o zaman tamamən həvəsdən düşəcək. Baxın, sizin deməli dayanmağınıza səbəb olan pik nöqtələrdən birisidir bu. Bax bu. Bir də bax bu. Niyə sual qoydum bunlara? Diqqət edin. Biz belə vəziyyətlərdə həmən operativ hərəkətə keçməliyik. Yəni, bu üzvləri biz itirə bilərik. Deməli, bunun 40 balı halbuki ay ərzində
gəlib, çünki 21 karyerdir də. Keçən ay bu 60 olub ki, silinən ballar gedib yerdə qalıb, üstünə 26 gətirib olub 40. Olsun. Əgər özü 27-yə çatmırsa belə, bax diqqət edin, bax bu karyerdən danışıram. Diqqət edin. Əgər özü 21 olan 120-ni düzəldə bilməyibsə belə, 120-ni düzəldib 27 karyeri çata bilməyibsə belə, olsun, heç bir problem yox. Əsas komandadır. Bizə lazım olan, bizə uğur qazandıran, bizi ən yüksək qazanclara çatdıran, çalışan və sağlam komandadır. Ola bilsin ki, burada alıcı xətt olub keçən ay, düzdürmü? Bir neçə alıcı gəlib, onlar da bir dəfə bu sifariş götürdükdən sonra hələlik dayanıbdır. Təbii ki, bu hallar olmasın deyə ayın əvvəlindən nizamlı çalışmaq lazımdır. Amma indi artıq 4 günümüz qaldığı üçün sadəcə nə edirik? Bu 21 karyerdə olan üzvümüzün alt ekibini açaraq baxırıq. Öz deməli, üzvlük koduna daxil olaraq onun alt ekibində kimlər 10 karyerə çata bilər, kimlər 15 karyerə çata bilər, ən azından komandasını hərəkətli saxlamaq lazımdır ki, bu ay deyilsə də gələn ay, deməli, bu üzvümüzü 27-yə hazırlamalıyıq. Necə? Deyək ki, bu 26 bal dövrüdür, düzdürmü? Bunun alt ekibi ilə çalışsaq, oradan müəyyən qədər ballar gələcək. Baxın, burada mən necə hesapladım? Biri 10 bala çatmaq üçün, biri 10 karyerə, 15 karyerə çatmaq üçün. Eyni ilə də bunun alt ekibi ilə o cür işləyirik və bu 26 balı biz hətta gətirib hardasa 50 bala, 60 bala belə çatdıra bilərik. Olsun. Yəni bu ay 50-60 bal gələn ayın kariyer balına daxil olacaq. Mayın axırına qədər orada qaldığına görə bu üzvümüz artıq həvəsdən düşə bilməz. Niyə? Çünki gələn ay sistemdə onun müəyyən qədər balı olduğuna görə o istər-istəməz o balı toparlayıb 27 karyerə öncü yardımçısına çatacaq. Və ona elə bir öhdəlik qoymaq lazımdır ki, o artıq gələn ayın əvvəlindən aktiv çalışmağa start versin. Düşünürəm ki, bu tabloda yəqin artıq sizə qaranlıq qalmaz. Yəni, burada öncümüz üçün qalan 36 balı beləcə komandadan çıxardaraq çox rahatlıqla bu 4 gün ərzində inşallah öncülüyünü tamamlamış olacaq. Mən nəzərə alsaq ki, artıq öncülərimizə yeni üzvlərdən bir sifarişdən belə 35 manat yazılır. İnanın ki, bu çox sevindirici haldır. Maaşların sürətlə daha yüksək qalxıb olması deməkdir. Elə bunu belə üzvlərimiz bilməlidirlər ki, onlar da daha yüksək kariyer üçün çalışsınlar, daha artan qazancı əldə etmək istəsinlər. Təbii ki, hər şeyin sonunda bizim məqsədimiz qazancdır. Sağlıq qazanmaqla yanaşı, biz çoxlu pul qazanmağı bacarmalıyıq ki, daha gözəl də yaşaya bilək. Və yüksək qazanc dedikdə xüsusilə sistemimiz yada düşür. Əgər bir ersaqçı hansı sistemlə çalışdığını bilmirsə, inanın ki, onun bu işdə irəliləməsi heç cür mümkün ola bilməz. Yəqin ki, bizi dinləyənlər Günəş sisteminin imkanlarını bilirlər. Bu deməkdir ki, Günəş əslində hər zaman etibarlı və artan qazanc verən bir sistemdir. Amma burada ən maraqlısı nədir? Bir çox şirkətlər Günəşlə işlədikləri halda bizim kimi qazana bilmirlər. Bax, bunu xüsusilə o qədər gözəl yadda saxlayın ki, və mənasını dərk eləyərək yadınızda saxlayın. Burada əsas məsələ Günəşdə bizi qazandıran qalıcı karyeradır. Bildiyiniz kimi bizim karyeralarımız bir ömürlük bizimdir. Sadəcə bir dəfə karyerimizi qazanırıq və diplom kimi hər zaman onun qazancını götürə bilərik. Gəl ki, müəyyən müddət fasilə vermiş birisi belə qayıtdıqda, yenə də qaldığı yerdən davam edərək həmin karyeranın qazancını əldə edə bilir.
Bu barədə əlavə izahat lazım olsa birazdan edərəm. İndi biz gələn ayımızı da indidən artıq planlaşdırmış oluruq, düzdürmü? Deyək ki, öncü çıxanlarımız da öz alt ekiplərinə gələcəkdə necə hədəf... Təbii ki, ay əvvəldə biz yenə də bir hədəf çalışması keçərik. Çünki maşallah yeni gələnlərimiz sürətlə çoxalır. Onlar da yəqin ki, öyrənmək istəyəcəklər. Növbəti təlimlərə onlar da qoşular. Yaxşı. Burada indi sizə qaranlıq qalan nədirsə, buyurub sual verə bilərsiniz. Buyurun. Səsim gəlir sizə? Bəli, gəlir haqqlısın. Bura qədər danışıqlarım aydın oldu mu? Yaxşı gəlir müdürüm, səsin yaxşıdır. Əslində bilirsiniz də, Ersaqdan biz nə qədər danışsaq, o qədər gözəl mövzular var ki, heç bitməz. Sadəcə əsas məsələ bilirsiniz nədir? Biz qarşımıza elə böyük məqsədlər qoymalıyıq ki, və məqsəd insanın belə deyim, daxilindən yaranmalıdır. Və inanın ki, o məqsədlərin yaranması üçün bizim çoxlu səbəblərimiz var. Biz həqiqətən yaşadığımız vəziyyəti nəzərə alsaq, hər kəsin bir çətinlikləri var, hər kəsə əlavə qazanclar lazımdır. Daha gözəl yaşamaq üçün, bunun özü elə ən böyük səbəbdir. Bu səbəb bizə məqsəd yaradır. Əgər bizim güclü səbəbdən yaranan bir məqsədimiz varsa, inanın ki, bizim kənardan heç bir motivasiyaya ehtiyacımız yoxdur. Bizi kimsə dayandıra bilməz. Nə ətrafdan gələn negativlər, nə də ki, etirazlar. Bizi, bilirsiniz necə? Biz öyrəndikcə bu işdə elə gözəl yollar görürük ki, yaxud, baxın, dünən qoşulmuşdunuz yəqin ki, başqanımız da iştirak edibdi seminarda. Çalışın ki, heç bir seminarı, heç bir təlimi buraxmayasınız. Və hər zaman maarifləndirici videolar, sizi inkişaf etdirən məlumatları göz önündə tutun. Onsuz da belə baxanda hər zaman öyrənməliyik. Kimsə deyə bilməz ki, mən hər şeyi bilirəm, artıq mənə öyrənmək ehtiyac deyil. Məsələn, mən indi müdirəmsə, təbii ki, üst müdir olmaq istəyirəm. Eyni zamanda mənim ən böyük məqsədim, hədəfim bölgə müdiri olmaqdır. Bir halda ki, şükürlər olsun, şirkətimizin bu qədər gözəl imkanı var. Niyə də olmasın ki? Mən baxanda, məsələn, bölgə müdirlərinə inanın ki, düşünürəm ki, biz nə zaman o səviyyəyə çata bilərik. Amma düşünürəm ki, artıq Azərbaycan da çiçəklənmə dövründədir. Maşallah, artıq müdirlərimiz ard-arda gəlir. Və biz elə bilin ki, bax, o gün mən qrupa göndərmişdim bambuq ağacının bir toxumun hekayəsini, düzdürmü? Ziya Yılmaz Şakirin çox gözəl bir izahatı var idi. Bambuq hekayəsini orada danışırdı. Bilmirəm, sizlərə nə qədər, məsələn, o, belə deyim, yaxşıdır. Mən şəxsən Ziya Yılmazdan çox təsirlənirəm. Hər zaman onun məsləhətləri mənə sanki bir yol göstərir. Düzdür, digər təlimçilərə də dinləyirəm. Amma nədənsə onun məsləhətləri mənə daha belə yaxın gəlir, daha təsirli olur. Elə mənalı hekayələr danışır ki, inanın ki, bizim işimizə daim stimul verən hekayələrdir. Yəni, bəzilərini də seçib qrupa da göndərirəm. İnşallah ki, sizlər də dinləmiş olursunuz, sizlərə də faydası olur. Deməli, biz bu günə qədər təcrübəsiz başlasaq belə, sanki o bambuq ağacının elə bir ki, toxumun əkmişik və onun
bu günə qədər böyüməsini gözləmişik. Bax, eyni ilə bundan sonra Ersaq, bax, birdən-birə bambuk ağacı kimi inkişaf edəcək. Mən belə inanıram, belə gözləyirəm. Və əminəm ki, belə də olacaq. Çünki artıq sizlər varsınız. Sizlərin bir lider kimi hazırlanması, təbii ki, bir çoxlarınız zaten lideriydiniz, amma Ersaq lideri olaraq hazırlanmağınız sizin Ersağı tanıtmağınız deməkdir. Nə qədər güclü liderlərimiz çoxalarsa, biz bir o qədər güclüyük. Daha tezliklə sözümüzü, səsimizi xalqımıza çatdıra bilərik. Mənim sizdən gözlədiklərim budur. İndi sizin bizdən gözlədikləriniz nədir? Açın səsinizi, sizin də fikirlərinizi dinləyək. Mən sizə inanıram. Görüm, siz də mənə inanırsınızmı? Buyurun. Kimsənin deyəcək sözü yoxdur. Ancaq məni dinləmək istəyirsiniz, belə baxıram. Dəftərə not almışsınız. Baxın dəftərlərinizə. Baxın. Bir dənə Gülbahar xanımdır. Başqa kimlər var? Gülbahar xanım, deyəsən bu təlimi ancaq sizə keçirəm. Canın sağ olsun. Bir Gülbahar, 100 Gülbahar olar. Mən inanıram buna. Allah sənə elə gözəl yollar açacaq ki, digərləri sadəcə mikrofonu bağlayıb və gedib. Müdürüm, nə qədər? Bəli, Günay müdürüm. Yaxşı, sizə maraqlı olan mövzular, suallar nə varsa buyurun verin. Axşamınız xeyir, Əfsus xanım. Gülbahar xanım danışır bayaqdan, amma səsi bağlıdır. Yəni səsini açsın, sonra istəyirsə sözü varsa bildirər. Bəli, yəqin aça bilmir. Mikrofonu üstünə vur Gülbahar xanım. Açdım. Ah, bəli, buyur. Gəldi mi səsin? Bəli, bəlkə elə bayaqdan başqaları da mikrofonu aça bilmirlər. Səsim getmir. Buyur. Yox, qulaq asdım. Mən sizcə onu istəyirəm ki, tez lider olmaq. Əlbəttə, lider olmaq üçün də Gülbahar xanım, mən sənin əsl lider olacağı inanıram və istəyirəm ki, sən sabahki gündə lider, onsuz da lider olacaqsan. Bunun, yəni, indi də oldu, gələn ayda oldu, nə vaxt oldu, lider olacaqsan. Sadəcə, baxın, deməli, lider olduqda belə o komandanın idarə olunması da əsas, düzdürmü? Elə bu gün də sən bir lidersən də, öncü yardımcısı da bir liderdir onsuz da. Məsələ orasındadır ki, bax, mən bu sistemi izah etdiyim zaman, bax, burada sənə qaranlıq qalan nə oldu? Onu bilirəm, Əfruzxan deyir. Ancaq bir dənə mənim abim o da biraz telefondan zəifə. Canın sağ olsun, mən səndən də betər gündəydim. O da öyrənəcəm. Bilirəm, biz qarşımıza məqsəd qoyandan sonra, bu arada nə edeyim sizə? Deməli, burada zaten özümüzük də. Deməli, Şəlalə Bronzun buradadır da. Mən axı sosial şəbəkədə yox idim. Günay müdürüm getməyib də, inşallah eşidir. Deməli, bunlar hamısı sosial şəbəkə ilə məşğul olur. Mən amma elə Gülbahar xanım deməli, həm telefonu o qədər yaxşı bilmirik, həm də düşünürdüm ki, onsuz da mənim qarşımda bəlkə 100 nəfərin nömrəsi var da. Mən elə bu qarşımdakılarla danışsam, elə onsuz da çatdıramıram hələ. Sosial şəbəkədən gələnə kim baxacaq? Amma baxın, demək hər şey baxış tərzindən və yanaşma tərzindən asılıdır. Biz sadəcə o cür yox. Biz siz necə yanaşmalıyıq? Axı bir var biz kiminləsə telefonla danışırıqsa, ya ki bir nəfərə, qrup zəngiyinə 3-4 nəfərə məlumat verərək Ersağı tanıda bilirik. Amma biz sosial şəbəkəyə çıxdıqda
ən azından bir 50 nəfər, 100 nəfər bizim fikirlərimizi öyrənmiş olar, irsağı tanımış olar. Əslində Şəlalə Bronzum deyəcək ki, mən elə nə vaxtda sizə bunu deyirdim. Amma yenə də o deyir, ziyanın harasına qayıtsaq kardır. Mən düşünürəm ki, bundan sonra Azərbaycan artıq irsağı tanımağa başlayıb və ən maraqlısı nədir sizə deyəcəm, bəlkə gülməli olsun, bir zeyniniz açılsın. Demişdim ki, mən başlasam mütləq bir partlayış olar, bir irsağı tanıdarıq və bizim o gün bir videomuz kəşfiyyətə düşdü. Artıq 36.000 baxış toplayıbdı. Bu da necə? Yəni bir var hansısa mənim öz videom düşərdi kəşfiyyətə. Yəni sadəcə məni görmüş olardılar, məni tanımış olardılar, düzdürmü? Yaxud da hansısa bir fikrimi öyrənmiş olardılar. Bir də var ki, burada deməli yeni il tədbirimizdə bütün ersaq Azərbaycanı görmüş oldular. Görürsünüz? İndi baxın Allahın işinə. Bunu yəni Allah eləyir. Həqiqətən bunu Allah eləyir. Çox gözəl. Biz nəyi məsələn sidq ürəklə istəyiriksə, mən o qədər inanıram ki, belə şeylərə. Yəni bir şeyə başladımsa, fikrimə qoyuram ki, mən bu işi bacaracağam, mən bu işi qazanacağam, hətta çoxlu adama da kömək edə biləcəm. İnanın ki, necə düşünürəmsə, demirəm, çətin olar. Mənim həyatımda hər şey çətin olur. Amma o qədər, mən niyə axıra qədər gedirəm? Əminəm. Arxayınam ki, bu əvvəl, axır nə qədər çətin olsa da olacaq. Mütləq olacaq. Yəni, mən bax, burada sizə deyirəm. İndi tezliklə üst müdürdə olaram. İnşallah bölgə müdürdə olarıq. İnşallah. Bəlkə də siz məndən də qabaq olarsınız. Qarşıya məqsəd qoysunuz, niyə də olmayasınız? Gəlin yarışa başlayaq. Görək kim daha tez bölgə müdürlüyünə çatar. Bax, kim mənlə yarışa çıxmağa hazırdır? Ona maşın alaram. İnanın ki, maşın alaram. Yəni, bölgə müdürü olanda inşallah o imkanlarım da olacaq. İnşallah. Siz qabağa gedin, bizi də arxanızca aparın. Allah zaten arxamca aparıram. Amma mən sizi arxamca yox, yanımca aparmaq istəyirəm. Məndən də önə çıxmağınızı istəyirəm. Çünki ersağın həqiqətən o möhtəşəm imkanları var. Siz bizlərdən çox sonra gəlsəz belə, inanın ki, bizdən çox da qabağa keçə bilərsiniz. Kimin günəşi parlaqdırsa, həyatı da parlaqdır. Bizim sistem günəş sistemidir Gülbahar xanım. Məsələn, sən ayın axırına hələ 4 gün qalır. Amma demək ki, hələ vaxt bitdi. Günü sabah belə, çox demirəm, bir dənə Günay müdürüm kimi birini tap gəldi. Bir dənə Əfruz kimi, bir dənə Şəlalə Bronzum kimi, bir dənə Rafiq bəy kimi, bir dənə Nərgiz xanım kimi. Bəs elədi sənə. Allah özü kömək olsun, yol açsın inşallah. İnşallah. Biz sidq ürəyinə Allahdan istəyək və istəyimizə çatmaq üçün də çalışaq. Allah deyir, sizdən hərəkət, məndən bərəkət. Düzdürmü? Düzdür. İnşallah. Hər kəs arzusuna çatsın. Hər kəs layiq olduğu, istədiyi yerlərdə olsun. Biz də sizin uğurlarınızı görüb sevinə bilək. İnanın ki, Allah şahiddir. Mənim həyatda ən böyük arzum sizin layiq olduğunuz yerlərdə olduğunuzu görməkdir. Ona görə də var gücümlə də, yəni əlimdən də gəldiyindən artığını eləməyə çalışıram ki, hər birinizə kömək edə bilim. Axşamdan xeyir olarmı? Buyur. Deməli, mən kollajen T1, T2-ni, bir də glukozimin, bir də zeytun ekstraktı. Bu bir nənəmin 85 yaşı var. Bir də yoldaşım üçün almışam, 40 yaşı var. Yəni ikisi də eyni vaxtda başlayıblar. Bir 10-15 gün olar da istifadə edib. Nənəmdə 2-3 gündür alergiya baş verib. O ola bilər ondan, yoxsa nənəmdə həmişə bu fəsil çevriləndə olur. Yoxsa o, yəni təbii olan da, yoxsa bu məhsullardan ola bilərmi? Yox. Bir halda ki, bu fəsillərdə hər zaman olursa, yəni qaşınma olur. fəsil allergiyası var.
Bunu göz önündə tutmaqla. Siz yenə hər ehtimala 1-2 gün dayandırın. Bu oyun allergiyası keçsin, yenə davam edərsiniz. Problem Yəni yox. problem olmaz eləmi? Yenidən davam Yox, edəsək. heç bir problem olmaz. 1-2 gün saxlayın, sonra davam edərsiniz. Təşəkkür. Buyurun. Merhaba Sonra efendim. Nasılsınız, iyi misiniz? İyi. Sən səs eşitdik, daha iyi olduq. Canım Azərbaycanlı qızımız, sən tamamen Türk olup getmişsin ya. Ben yengem bağlandı bugünlerde o şeydi. İyi Şəlalə oldu. O da Şelale Hanım. Nə gözəl, xeyirli olsun, xeyirli olsun. İndi qrupda ona xoş gəldin yazacağım. Sağ olun. Bir tane bizim bir şeyimiz var. Veli arkadaşımız var. Daha doğrusu okuldan çocukların arkadaşının annesi babası. Biri gül hastalığına yakalanmış. Bir de sedef hastalığına. Bunu Türkler grupta yazdılar. Ama o kadar önerirler ki ürün. Gıda takviyesiyle kremleri o kadar önerirler ki yani başta müşteriye söylemeden müşteri hepsini soruyor ve fiyatları da sorarken baştan kaçır yani. Yani burada 2 tane 3 tane şey önermirler. 5-6 tane şeyi arka arkaya önerdikleri için de müşteri de istemiyor artık. Yani almak. Efendim, bax sən saydığın o gül hastalığı, eksema, onlar çox kaprizli və uzun müddət müalicə istəyən problemlərdir. Yəni Bir onları sene, sən ən bir sene giden bir yani tedavisi süren yəni onlar yəni adi problem deyil. Ona görə onları səbirlə, düzənli məşğul olmaq lazımdır. doğru ama insanlar da baştan o kadar gıda takviyesine kremleri duyunca hangisini kullanacak diye kafalar da karışıyor. O yüzden Yox, belə məsləhət ala bilərsən ki, Fatma xanım, yəni etapla başlamaq lazımdır. Hansılar daha önəmlidirsə, ilkin olaraq onlarla başlayırsınız, ardından digərlərini ona qataraq davam etməyə başlayırsınız. Ümumiyyətlə problemləri təmizliklə başlamaq lazımdır. Buyurun. Bir daha o xanıma sualına cavab verim. O Buyurun. yünden bizde de bir xəstə gəlmişdi. Tam o diyen kimi idi. Bu xəstəlik biraz doğrudan da çok kaprizli xəstəlikdir. Uzun müddət Xəstəlik gedir, gəlir və illərlə, uzun illərlə davam edən bir şeydir. Ona həkim yoxladı. Ona əslində birinci ona vaxtında yatmaq lazımdır. Yəni stres yoxsa olmaması lazım. bəli, Bəli, öyle. vaxtında yatmaq lazımdır. Bir də ona bizim məhsullardan kurkuminlə spirulina lazımdır. Birincisi bu Öyle. lazımdır. Bəli, bəli. Evet. Sinirlərin də sakit olması üçün ya lavanda, ya sarı kantaron. Yəni Fatma xanımcı zaten Türkiyədədir. Onlarda məsələn hər şey onsuz da var. Özü də orada türk qruplarından da məsləhət alıbdı da. Sadəcə buna yəni o ürünlərin daha çox olması şey eləyib də biraz. Amma sən narahat olma. Bax məsələn Fatma xanım, əgər o sənə yaxın adamdırsa, sən onun hədiyyələrini məsələn öz evindəkilərlə dəyiş-düyüş eləyərək də ona verə bilərsən ki, ona biraz o cürdə yardım eləyə bilərsən. Onun məsələn ümumiyyətlə təmizlik vasitələri də kimyasaldan qurtulmalıdır. Təmizlik vasitələri də ersaqdan olmalıdır. Yəni belə də eləmək olar ki, mən məsələn o cür insanlarda təbii ki, birdən-birə deyəndə insanlara bahalı da görünə bilər, gözü də qorxa bilər. Məsələn, mən burada qonşum yadınıza gəlir, o qız hətta qruplarda yoldaşının dırnaqların deməli şəkillərini çəkdi, göstərirdi. Bax mən onlara öz evimdəki məhsullardan hamısından töküb az-az vermişdim. Onları heç nə almağa məcbur eləmədim. Bir-iki dənə şey aldılar. Qalan hər şeyi özümdən verirdim onlara. Burada qonşuluqda olurdu. Yəni bu cür belə kömək edərəkdən onlara daha asan yol göstərmiş oluruq. Ümumiyyətlə hər kəsə bir rahatladıcı yol göstərirsənsə, ardı özlüyündən gələcək. O buradan razı qaldıqdan sonra inanın ki, bir ömür ersaqçı olacaq. Necə deyirik? Bir dəfə istifadə edən ömürlük istifadəçidir. Hələ onun problemi burada sağalarsa, indi görün o razılığını ətrafa nə qədər ürəklə bildirəcək və onun sayəsində sənin komandana nə qədər çoxlu insanlar gələcək. Ona görə də sən də hər vasitə ilə çalışmalısan ki, ona belə deyim, daha asan yol göstərə biləsən. Buyurun, başqa sual olanlar.
Var, mənim sualım var. Bu mövzuya da bir Verə bilərəm sual. buyurun, buyurun. Əfsus xanım, bax indi necə edək ki, təşkilatı böyüdək? Ondan istəyirəm danışasınız. Bəli. Əslində mən belə bir şey gözləyirdim bayaqdan. Hə, deməli bax bu 4 gün. 4 gün bizə çəllici baxdı və əlimizdə bizim çox dəyərli məhsullarımız var. Baxın, K2 deyicimiz var, masaj kremimiz var. Düzdürmü? Çox möhtəşəm hədiyyələrimiz var. Bunlar hamısı İndi biz bunu cəmaata elə bir gözəl şəkildə çatdırmalıyıq ki, indiyə qədər 500 millik olurdu, indi 1 litrlik hədiyyədə. İndiyə qədər 500 olurdu, indi 1 litrlik hədiyyədə. Bu da indiyəcən 100 milli olurdu, indi isə 200 milli hədiyyədə. Bu deməkdir ki, yəni elə bu 3 dənəsi belə bizə nə deyir? 6 hədiyyə əvəzi verir. Düzdürmü? 6 hədiyyə əvəzi oldusa, bu oldu 7-ci, bu oldu 8-ci. Hayır, onlar axtarırıq, hamı əslətindədir. İndi isə yer gələn üzvlərimizin hədiyyəsində. Bu kampaniya bütün Azərbaycanı sizin komandaya gətirir. Bütün Azərbaycanı. Əgər ki, doğrudan da operativ çalışsınız. Və gətirdinizsə, kampaniya vasitəsilə gətirirsiniz. Biz insanlara təklif edərkən, təbii ki, onlarda maraq yaradarkən ev sağı tanıtmaq, onun avantajını və perspektivini göstərmək lazımdır. Sən yəni bu şirkəti tanımaqla həyatını dəyişəcək. İstər sağlıq baxımından, istər maddi rifah baxımından, düzdürmü? Bu bir marağın yaranmasına səbəb olar. Çünki bu dünyada elə bir insan olmaz ki, o ya sağlığa, ya qazanca etiraz eləsin. Baxır, siz necə təklif edirsiniz? Siz necə maraq yaradırsınız? Elə ki, insan maraq yarandı, elə ki, insan bu məhsulları almaq istədi, yaxud iş imkanları ilə maraqlandı, arxası özlüyündən gələcək. Onu Rafiq bəyin dediyi kimi disiplinli şəkildə işi öyrətmək lazımdır ki, o da əsl, sözün əsl mənasında əvvəlcə özünü hazırlayırıq, sonra isə ona lazım olan, ona kariyer qazandıracaq, ona ən yüksək qazancı verəcək, sağlam çalışan komandanı yaratmaq. Amma hər şey bizdə başlayıb, bizdə qutarır. Buyurun, başqa sual olanlar. Əfruz xanım, bir dənə söz soruşum. Bizim qonşuda cavan uşaqdır, onun boğazında yara var. Mən istədim bu vanna viti ilə qarqarı eləməyə. Sonra dedim, nə olar, nə olmaz. Özüm eləyirəm. Boğazında necə yara var Gülbahar xanım? Nə bilim, anası dedi ki, boğazında yara var. Boğazında yara, kəmbal masajımız. Həm xüsusilə balonikalara mütləq çəkmək lazımdır. Boğazın qılavırada üstlərində çəkmək lazımdır. Bir də düyü boyunda. Şəhərdədir da yara, şəhərdə boğazda. O yara deyəndə, belə deyim, angina da ola bilər. Bir başqa, məsələn, boğaz xəstəliyi, yuxarı tənəffüs yollarının problemlərindən də orada ərklər əmələ gəlir. Bir çox problem. Yəni, yoxlanmayıb həkimə. Ümumiyyətlə, biz məsləhət verəndə Gülbahar xanım, əvvəlcə, belə deyim, müayinədən keçərlərsə, problemi bilərsək, onlara daha doğru məsləhət verə bilərik. Əlbəttə ki, çox ciddi fəsadı olan mütləq salmalıdır. Bizim məhsullar zaten yardımcı vasitədir. Amma baxın, mən sizə göstərim. Baxın, ağız spreyimiz. Bax, bu da evin təcili yardımı kimi. Bu ikisi mütləq olmalıdır evdə. Həmin adama bir də mütləq kurkumi məsləhət görün, ekineziya məsləhət görün. Tez-tez, məsələn, gündə bir neçə dəfə tərkibi propolis olan ağız spreyimizi boğazına vurarsa,
onun yarasının daha tez sağalmasına kömək edər. Bir də masaj kremimiz. Bir dəqiqə. Rus cavan uşaq da adamı yazılı gəlir. Yazığın gəlirsə kömək elə, daha gözəl. Qoy duaçı olsun sənə. Həm də ballarınız çoxalsın. Olar mı Ya, bir də sual verin? Rita xanım, biz sizin də fikirlərinizi almaq istəyərik. Niyə səsiniz gəlmir? Axşamınız xeyir, mən işdəyəm. O yüzden hər dəqiqə zəng falan qatıla bilmirəm. İndi biraz da geç qoşuldum. Zaten sizlərə qulaq asıram. Bəli, hər zamanki kimi fikirləriniz əla, gözəl deyirik də, misal üçün. Çünki bayaq Rafiq müəllimin dediyi sualına cavab olaraq fikrinizi dinlədim. Amma düşünürəm ki, yenə fərqli bir açar fikirlər, daha belə konkret necə deyim, bax elə bir Təkliflər, konkret təkliflər. Hə, lazım. yəni ki, biz o dediklərinizi demək olar ki, mən düşünürəm ki, hər kəs artıq əzbər formasında deyirik. Amma demirlər, Rita xanım, inanın ki, demirlər. Bax, əlimizdə bizim xəzinə var, xəzinə. İnanın, niyə deyirəm demirlər? Baxın, dünən gecə saat 12 olubdu. Bir neçəsi saat 12-dən sonra, mən heç bilməmişəm kampaniya var. Kampaniya davam edir. Bugün səhər neçəsi mənə yazıb. Əgər bunu məsələn bilməyən birisi, necə deyir, özü bilməyən birisi ətrafında necə deyir? Demirlər. Bir də baxın, mən bayaq burada xüsusi qeyd elədim. Bilmirəm nə dərəcədə məsələn. Bax, burada mən özü xüsusilə yazmışam. Bax, ömürlük karyera artan qazanc verir və günəş sistemində deməli, yeni qollardan aktiv olmaq, fərqli cəhətləri, üstünlükləri, bunu qarşı tərəfə ötürmək bacarığı, inanın ki, inanın. Bax, mən Allah şahında o qədər inanıram ki, kimsə baş işini deyil. Mən onu danışmaq xanım. Səsiniz qırıq-qırıq gəlir, yəni nə elə gəlir? Səsinizi tam başa düşə bilmirəm. Ya mənə elə gəlir, ya hər kəsə elə gedir. Səs qırıq-qırıq gəlir. Aha, indi necədir? İndi Yaxşıdır. necədir? Normaldır. Hə. Eyb yox, mən görməsəz də olar. Əsas səsim gəlsin. Deməli, baxın, burada məsələ nədir? Biz qarşı tərəfə özümüzü necə təqdim edirik? Həm bir əsl lider kimi, özgüvənli, emosiya ilə danışan, ürəkli, coşqulu danışan birisi. Ola bilsin ki, aramızda elə liderlərimiz var ki, Ersağı o qədər çox sevir, o qədər bilgilidir. Amma baxırsan danışanda o qədər asta-asta danışır, sanki bir müəllim dərs izah edir. Bax belə. Məsələn, ümumiyyətlə mən bir coşqumu qarşı tərəfə ötürməliyəm. Rus xanım, yəni səsi qaldırmaq coşqulu danışmaq deyil məncə. Əksinə belə səs tembrinin yəni qalxması o qədər deyil. Amma o çatdırılacaq, deyiləcək fikirlər zaten biz gözlə ötürürük oyun yerçini. Əlbəttə özgüvən varsa, özün inan. Məsəl üçün mən hər dəfə diqqət edirəm, mən öz nəfərlərimlə deyirəm. 2 ay bundan qabaq bir cürə danışırdı, bugün artıq bir başqa cürə danışır. Yəni getdikcə fərqləri görürəm. Yəni danışıq tonu həmin tondur, amma artıq özü bildiyi üçün, bəzi şeylərin şahidi olduğu üçün daha güvənli danışır, daha belə inamlı danışır. Rita xanım, özgüvən istər-istəməz səsin tonun dəyişir. Mən demirəm ki, çığıra-çığıra danışsın. Çığıra-çığıra danışmağa ehtiyac da yoxdur ki. Amma mən şirkətimdən, mən işimdən, mən məhsulumdan razı qalmasam, heç zaman ürəklə danışa bilmərəm. Hardasa işin xatirinə belə də zar-zor danışaram ki, hələ bilmirəm nə olar, nə olmaz. Amma bir də var ki, mən əminəm. Yeri gəlsə mən qarşımdakı tərəfə nə ötürürəm? Səhər nə oldu? Onu da deyəcəm sizə. Deməli, məni neçə ildir izləyən bir qonşum var. O elə səhər kampaniya yazanlardan birisi də odur. Dedim, vallahi elə sən illərdir kampaniyadan sonra xəbər tutursan. Bir gün mən də gələcəm Ersağa. Hələ ki, Ersaqda deyil də, sadəcə hərdən bir məhsul alır. Mən də qayıtdım ki, vallahi biz heç kəsi məcbur eləmirik. Zaten məni məcbur etməyə heç ehtiyacım da yoxdur.
Belə də baxanda valla o qədər işləmək istəyən adam var ki, heç onlara belə vaxt çatdırmıram. Düzdürmü? Düzdür. Düzdür, düzdür. Hə, inanın ki, bir saatdan sonra bacısı mənə yazır ki, şeydir, yox, yeganə sadəcə bilmədiyi üçün biraz şeydir. Dedim, o yeganə bir zaman burada qazanacaq, amma o qazandığı vaxtda nələr itirdiyini o zaman biləcək. Kaş ki, mən heç dayanmasaydım deyəcək. Bax, əsas budur. Mənə də icazə verin danışım. Buyur. Baxın. İndi hamıya deyirəm, əsasən Rita xanıma deyirəm ki, hamı da eşitsin. Deməli, uğur qazanmaq üçün, uğur qazanmaq üçün. Birinci, Elsağı sevmək lazımdır, özü də fanatı olmaq lazımdır. Sırf fanatı olmaq lazımdır. Amma Rafiq bəy, hələ mən özümdən güclü fanat görməmişəm burada. Yox, olmaq lazımdır da, fanat olmaq lazımdır da, fanatı olmaq lazımdır. Onunla nəfəs alıb, onunla durmaq, onunla yatmaq, onunla oturmaq, onunla düşünmək, hər şey o Elsaqla olmalıdır ki, siz gedək uğura çataq. Çünki biz bütün günü nəyi düşünürük, ona çatırıq da. Biz elə eləyək ki, bütün günü Elsağı düşünək ki, gedək bir yerə çataq. İkincisi, belə deyim də, Elsaqla kəbin kəstirmək lazımdır konkret. Yəni ömürlük. Ki konkret bağlandıqda bunun qırılan yeri yoxdur. Üçüncüsü, insanları bura dəvət eləyəndə mən həmişə deyirəm, mənə hərdən bir cürünə baxırlar. Bilirsiniz necədir? Seçim eləmək lazımdır. Konkret seçim eləmək lazımdır. Çünki biz o adamlarla yol çıxacağıq. Biz o adamları bilməliyik, tanımalıyıq və bilməliyik bu yolu kimlə gedirik. Bilməsək, biz o adamla o yolu getməkdə o yarı yolda da qoyar bizi. O bizlə başqa cürdə ola bilər, bizi ata da bilər, hər şey ola bilər. Ancaq biz tanıdığımız, güvəndiyimiz bir insan olanda sırf bildirir ki, bu adamla bu yolu getmək olar. Onunla biz bu yolu gedəcəyik. Açığın deyimsə, mən də dəvət eləyəndə, məsəl üçün, bəzi adamları seçim eləmişəm. Və bu günlərdə fikirləşəm ki, elə seçimimi düz eləyirəm. Baxıram ki, o birisilər çox qoşulan çoxdur. Ancaq yolu mən kimlə gedəcəm, onlar həmişə mənim yanımdadır. Onlara milyon da versələr, mənim yanımdan qırılmazlar onlar. Bilirəm da, artıq tutmuşam. Siz də bilirsiniz ki, vaxtınızı kimə sərf eləməlisiniz. Bəli, bilirəm vaxtımı kimə sərf edirəm, çünki bunlar məni ilə axıra qədər gedəndilər. Yəni bu yolu məni ilə gedəndilər. Bu adamları konkret seçmək lazımdır. Tapdığınız o adamı kimlə getmək lazımdır. O Elsağa gəlmək istəməsə belə, siz ondan oturun, başqa söhbət eləmək lazımdır. Demək lazımdır ki, bax, mən bir yola çıxıram. Sən mənim yaxın adamımsan, əziz adamımsan. İstəyirəm ki, səni ilə bu yolu çıxım. Niyə görə səni ilə çıxmaq istəyirəm? Sən mənə güvənirsən, mən də sənə güvənirəm. Sadəcə olaraq bir-birimizə güvənərək bu yolu çıxaq. Belə bir söhbət aparmaq lazımdır. Elə etmək lazımdır ki, biz seçimimizi düz eləyək. Seçimimizi biz rahat eləyək. Bir-birimizin, çünki belə bir şey var da, bu şəbəkə biznesi yox, həyatda belə bir şey var ki, sözümüz bir-birimizin boğazından keçməlidir. Axı biz dostuq, biz yoldaşıq, biz yaxınıq, heç Elsaq da yox idi, biz var idi. Ancaq bu gün bir şans düşür, gəlin bir yerdə bu şansdan istifadə eləyək. Beləsinə bir yanaşma eləyib o adamı gətirmək lazımdır. Bilirsiniz, o güvənəcəyin adamdır da, güvənəcəyin adamla get bu yolu. Ancaq o güvənəcəyin adamlar elə bir adam olmalıdır, həm emosiyası yerində olmalıdır, həm uğur qazanmağı istəməlidir. Həm bilirsiniz necədir, riskli olmalıdır. Həm bilirsiniz necədir, belə deyim də sizə, cəsarətli olmalıdır ki, siz bu yolu onunla gedəsiniz. Mən inandırıram sizə, elə adamlar ətrafımızda çoxdur. Sadəcə olaraq onu, bilirsiniz necədir, gətirib Elsağa bağlamaq lazımdır. O gəlsə, tutsa bu biznesi, gedəcək bu biznesi aparacaq. Əvvəlcə, birinci növbədə o adamları tapmalıdırlar. Bu adamlar yaxınlıqdadır, bu uzaqda insanlar deyil, ətrafdadır. Ətrafdadır, Bu vallahi billahi fikirləşməlidirlər, o ətrafdadır. adamları bir axtarmalıdırlar, tapmalıdırlar, Bilirsiniz ondan necə? sonra da Bax, onlarını işləməlidir. Hər şey gəlir bağlanır siyahıya. Siyahını düzgün şəkildə tutsalar, Bəli, onların bəli. hamısını ballandırsalar, o bal onlara o adamları göstərəcək. Konkret göstərəcək də, ballandıracaq ilə göstərəcək ki, bunun inamı da %100'dür, təsiri də var, riski də var, etibarı da var, vaxtı da var, hər şey %100'dür. Biz bunu görəndə artıq bizdə
bizdə nə qalır? Bizdə qalır ki, sadəcə olaraq o adamı bu biznesə, belə deyək, bu biznesi düzgün şəkildə ona izah eləmək və beyninə yeritmək ki, bu qısa yoldur uğur qazanmaq üçün. Biz burada gəlib 6 ay ciddi yanaşsaq, mən hesablamışam da onu 45.250 nəfər 45.250 nəfər adam eləyir 6 aya. Yəni mən deyən kimi eləsələr, düzgün yolunu qursalar, onu mən qrupa da göndərdim. Oturub hamı baxmadım, bir neçə şeylər göndərdim qrupa. Baxıram ki, elə göndərirəm, ancaq bilirsiniz necədir? Ötüb keçirlər. Mən qrupa onu göndərirəm. Onun dalınca gəlir, bilirsiniz necədir? Uşaq səsi gəlir. Onun dalınca nə bilim uşaq danışır. Kimsə uşağına verib telefonu, baxıram ki, onunla oynayır orada, səs göndərir. Bilirsiniz nə, bu ciddi bir işdir. İsə hər şeyə ciddi yanaşmaq lazımdır. Bilirsiniz necədir? Əfuz xanım, çox adama da güzəştələmək lazım deyil. Eləmək lazımdır. Başqa kompaniyaya getdi, konkret kodu bağlanmalıdır. Konkret qol birisilərə də dərs olsun. Bu yolu gedirsənsə, kişi kimi getməlisən. Getmirsənsə də getmə də, səni məcbur eləyən yoxdur ki. Ersağın heç kimə ehtiyacı yoxdur. Hamının ersağa ehtiyacı var. Ersağın bizə ehtiyacı yoxdur. Çünki ersaqda bizi kimi milyonlarla adam var. Bizim ancaq ersağa ehtiyacımız var. Çünki canımızın sağlamlığı buradadır, qazancımız buradadır. Yəni ciddi yanaşaq, ciddi baxa. Bilirsiniz necə? Təlimatdan qırağa çıxmıyor. O gedənlər var ha, o gedənlər. Bir aydan, 2 aydan sonra özləri yanlışlarını görürlər. Özləri elə səhvlərini görürlər. Görürlər, heç söhbəti Özü bir yoxdur. də o var Bax, mən azca gedənlər bir şey var. deyirsən. Onlar Bax, bir şey Ersağı deyirsən. tanımadıkları üçün gedirlər. Mən bir şey deyirsən. Ha Bax, desin Əfus bilirəm. xanım. Bax, bir şey deyirsən. Dünənləri mən TikTokda Sulusayla getdim də, belə təsadüfən görüşdüm. Getdim bir dənə Foroverə, elə bir Foroverin bir cavan oğlan idi, danışırdı. Sadəcə bir mesaj yazdım. Gördüm orada qoşulanlar var. Dedim məni də qoşun. Məni də qoşun. Mən o adamı dinləyirəm. Deyir il yarımdır. Foroverin Respublikada ən böyük liderlərindən biridir. İl yarıma çatıb. Oturub mən onun danışığına qulaq asıram. Özü də şeydir, ha, kənd uşağıdır. Kənddən gəlibdi Bakıya, qoşulubdu bu sistemə. Oturub ona baxıram, görürəm necə enerjili danışır. Deyir, dünyanın mal dövlətini verərlər. Mən heç vaxt Foroverdən qırağa çıxmaram da. Adam işini qurubdur da, bilirsiniz necədir. Mən oturub baxıram ki, bu kənddən kimsə gəlirsə, bu işi burada qurursa, deməli bizim ətrafımızda da bu adamlar var. Doludur, çoxdur. Sadəcə olaraq biz ya çəkinirik o adama bu sözü deməyə. Ya bizdə o, bilirsiniz necədir, fikirləşirik ki, birdən gedib bu sözü ona deyərik, birdən o bizə mənfi cavab verər də nə olacaq ki, sən istəyirsənsə o bura gəlməyin, onu gətirəcəksən bura. Sənin inamına bağlıdır. Onlar O da görsə şey, İnamın varsa o, mütləq gətirəcəksən onu bura. Bir də ki, ən əsas şey nədir? Ən əsas şey bizim burada distributorlar öyrənməyə can atmır. Öyrənməyə can atmır. Baxın, o günləri TikTokda da çıxıram, canlıya çıxıram. Dedim hamıya, kim ki bankanı qoyub qabağına TikTokda danışırsa, o konkret bazar adamıdır. Konkret bazardır. Onun şəbəkədən anlayışı yoxdur. Şəbəkədən anlayışı olan adam nə məhsul satar kiməsə, nə də kiməsə məhsul təklif eləyər. Şəbəkədən başı çıxan adam gedər komandasını qurar. Deyər ki, bax bu məhsulları da alırsan, bu biznesə daxil olmaq üçün alırsan. Əgər şəbəkə biznesi olmasa, heç vaxt Ersaqdan heç kim heç nə almaz. Heç bir biznesdə, heç bir kompaniyadan heç kim heç nə almaz. Əgər orada şəbəkə sistemi ilə o məhsul yayılmasa. Hələ mağazin açsalar, bir cəmaət gəlib oradan niyə alır ki? Cəmaət gəlib 3 manata alırlar. Nəyinə lazım ki 18-20 manat o şeyə versin ki? Almazlar, %100 almazlar. Ancaq ona görə gəlir ki ora. Bu məhsulları olaraq bir iş sahibi olur. Bu mühüm bir şeydir. Biz də bu məhsulları alaraq bir iş sahibi oluruq. Biz əslində bu işi qurmağa gəlirik. Məhsul sadəcə olaraq orada bir vasitədir. Biz işimizi quraq, məhsul da yaxşı məhsuldur, keyfiyyətlidir. Mən heç bir şey demirəm. Ancaq o iş ki qurulub bizə verilib ha orada, hansı işi görəcəyik. Biz o işi görməyə gəlmişik bura. İmin o məhsula görə gələn başqadır, işi görməyə gələn başqadır. Biz burada iş görməyə gəlmişik. O məhsullardır. Vallahi bilan, bu da Rita xanım bilir də. Mən o 93 manat kofeni almışam, 60-am bu ofisə cəmaət oldu. İçirəsi mənim marağımda da deyil. Nəyimə lazımdır ki? Mənə lazımdır işim geçsin. Mənim işim geçsə, nə alır? Valla mən orada nə məhsul alıram? Hamısını onu paylayıram cəmaata. Elə pulsuz, atsız paylayıram.
Nəyimə lazımdır o məhsul mənim? Mənə burada pul lazımdır. İşimi qurum, mənim pulum gəlsin. Məhsuldur zaten mənim olsa kampaniya bunu verir də. Hədiyyəsini də verir, onu da verir, bunu da verir. Mən burada ayda 5.000 manat pul alandan sonra o məhsul mənim nə marağımdadır? Mən ay aktivliyimi eləyəcəm, elə onu paylayacam qovma əqrabamda. Pulsuz zatsın. Nəyimə lazımdır məhsul? Biz iş qurmağa gəlmişik. Biz iş quraq burada. İşimiz elə getsin, qəşəng pul alaq burada. Qəşəng pul alanda bizim emosiyamız da qəşəng olacaq, bizim enerjimiz də yerində olacaq, bizim hər bir şeyimiz yerində olacaq. Biz o pula çatmalıyıq və birinci o deyil, şərt deyil o pula çatmaq. Ən azından 4 rəqəmli pul almalısan ki, sən dilivə görə dirçəyin olsun. Bax biz mənim məqsədim budur ki, hamımız gedək qəşəng pul qazanaq burada. Bu Olar mı qəşəng bir Qəşəng pulu qazanmaq üçün də təlimat keçməliyik. Təlimatsız biz bu pula çata bilmərik. Buyurun. Kim danışmaq Axşamınız istəyir, xeyir. danışsın. Deməli, mənim Axşamınız xeyir. yeznəm var. Buyurun. Onun elə bir ki, necə deyim, kiməsə təbliğ eləməyi sadə belə yaxşıdır. Sadəcə mən ona buranın işini necə deyim, xanıma anlatmaq bir cürdür, kişi xeylağına anlatmaq bir cürdür. Mən də onu çatdıra bilmirəm. İstərdim ki, kimsə yəni mənə köməklik edə, yəni ona çatdıra. Yəni ona bunun gedişatını, sistemini anlatan olsa, o yəni qabağa gedəsi biridir. Sadəcə mən ona edə bilmirəm. Bir dənə zəhmət olmasa özünüzü təqdim eləyərdiniz. Kim idi? Adım Esmiradır. Günay xanımın elə bir ki, Leyla xanımın üzvüsüyəm. Günay müdürümüzün Günay xanım da komandasınız. müdürüm. Hə. Bir də Brilliant xanım orada yazıb ki, Rafiq bəy deyir ki, mən o siyahını təqdimatı görməmişəm. Brilliant xanım onu Şaxta komandasında paylaşılmışdı. Biz onu Azərbaycan liderlərində də paylaşarıq ya, sizlərə də göndərərik. Mən də istərəm Rəfiq bəyin yəni o çıxışlarını, yəni o həmən dediyim yeznəmə çatdıram, nə bilim onun ünvanı ilə ona İndi çatdıram Rafiq nələr bəy sizin varsa. sualınızı cavablandırar. Buyurun. Baxın xanım, bax bir şey deyim də. Niyə görə çatdıra bilmirsiniz? Bax açığını deyim, səmimi danışaq da. Çünki Hı. özünüz bilmirsiniz. Bilsə çatdırarsınız. Bu birincidir. Biraz İkinci, necə hə. deyim, yəni çəkincək var. Baxın, network çəkincəli adamların yeri deyil. Yəni biləsiniz. Burada çəkinməyə nə var ki? Gözəl iş Düzdür. təklif edirsiniz, dünyanın bir nömrəli şirkətini təklif edirsiniz, pul təklif edirsiniz, sağlamlıq təklif edirsiniz. Burada nə çəkinmə? O çəkinməli nə var ki Çünki burada? deyir sizdən məndən yaşca böyükdür də. O deyir ki, yəni mən əvvəllər elə bir şirkətlər olub işləmişəm, belə elə. Yəni düzdür. Mən yenə izah edirəm. Yəni necə deyim? Anlata Baxın, bilmirəm də tam. başa düşdüm sizi. Sizə kömək lazımdır da. Bax, həmin adamı calayın, üstlükdə danışaq. Mən kömək eləyərəm sizə. Üstlükdə danışaq, mən ona izah eləyərəm. Çünki mən o elə adamlarla çox rahat şəkildə danışa bilirəm. Çünki mən də bir çox şirkətlər dəyişdiyimə görə, bir çox yerlərdə işlədiyimə görə onu çox gözəl başa düşəcəm. Mən Ersağın üstünlüyünü ona göstərəcəm. Bu cür sizə belə dəstək ola bilərəm. Təşəkkür. Nömrənizi bir dənə bilərdim. Günay xanım bilir mənim nömrəmi. Tamam. Çox sağ olun. Buyurun. Allah razı olsun. Nə deyirəm? Bilirsiniz necədir? Baxın, mən hər zaman bunu təkrarlayıram. Bax, biz necə inkişaf edə bilərik? Gərək komandamızda öyrətdiyimiz insanların sayı çoxalsın ki, biz inkişaf eləyək də, düzdür? Bizim komandamızı öyrədə bilməsək, biz necə qabağa gedə bilərik ki? Gərək onların içində təlimçi də olmalıdır, onların içində həkimlər də olmalıdır, onların içində hüquqşünaslar da olmalıdır ki, çünki qanunu bilən adamlar da olmalıdır. Beləsinə bir komanda yaratmalıdır, hüquqşünası da olsun, onun içində bizim Ersağın üzvü olsun, ha? Onun içində həkim də olsun, onun içində müəllimi də olsun, onun içində fəhləsi də olsun, onun içində ustası da olsun. Hər cürünə komandamızda adam lazımdır ki, olsun ki, biz inkişaf eləyək həyatda və bunu necə quracağıq? Bunu biz qurmayacağıq. Bunu komanda ilə bir yerdə quracağıq. Bunu tək mən eləyə bilmərəm ki, gərək komanda da olsun da. Mən beləsinə qururam işimi. Ona görə bilirsiniz necədir? Bir də ki, ən böyük səhv nədir? Heç vaxt həkimlik eləməyin. Heç vaxt heç kimə deməyin ki, bu produkt sizi sağaldacaq. Xeyr, o deyil. Bu produktun adı var. Qida əlavəsi. Bitdi.
Qidamıza əlavədir. Bunu yeyirik ki, qidadan ala bilmədiyimizi bunlardan ala bilək. Bitdi söhbət. Bu dərman deyil, üstündə də yazılıb. Bu qida əlavəsidir, üstündə yazılıb. Bilirsiz necədir? Bu sadəcə olaraq, mən demirəm, xəstə adamlara da çox kömək eləyir. Mən də çox şeylər gördüm buna. Ancaq bilirsiz necədir? Biz həkim deyilik, həkimlik eləməyə ehtiyac yoxdur. Biz bura alver eləməyə gəlməmişik, biz bura həkimlik eləməyə gəlməmişik, biz bura biznes qurmağa gəlmişik, konkret biznes networku qurmağa gəlmişik. Biz bu işin networku ilə məşğul olağın. Aldıq məhsulları kimə nə lazımdır, kimin nəyə ehtiyacı var onu alsın. Aldınız, aparın evinizdə istifadə edin. Vsyo, hamıya da networkdan danışın. Başqa şey danışmayın. Deyin ki, bax, burada belə bir qazanc var. Burada belə bir gəlir var. Nə gəlirdi? İzah eləyin. Deyin ki, bax, bu məhsulları almaqla bir iş sahibi oluruq. Siz də bunu yaxınlarınıza deyəcəksiniz. Onlar da bu məhsulları almaqla bir iş sahibi olacaq. Onsuz da itirəcəyimiz bir şey yoxdur. Pulumuzu veririk, malımızı alırıq. Ancaq bunu ilə bərabər bir iş sahibi də oluruq axı biz. Bu deyə əsas iş sahibi olmalıdır. Networku qurmaq lazımdır. Sistemi qurmaq lazımdır. Çünki özünüz baxın, burada uğur qazanan adamlar necə qazanıblar? Hamı networku qurub qazanıb. Kimsə burada kiməsə məhsul sata-sata uğur qazanmayıb. Mümkün deyil bunu eləmək. Bəzən biz network deyəndə inanın ki, biz çoxları network kəlməsi belə onlara biraz o kəlmə belə bəzən insanlara bir hardasa yad görünə bilir, çətin gələ bilir. Əslində network hamının bildiyi şəbəkə deməkdir. Yəni sadəcə siz bu məhsuldan olan razılığınızı öz ətrafınıza, xüsusilə sevdiklərinizdən başlayaraq, sizə inananlardan başlayaraq məsləhət görürsünüz. Vəssalam, bu qədər. Yəni, o marketdən alacağınız kimyasalların əvəzinə belə bir möhtəşəm şirkət var, sağlıqlı məhsullar var. Onların əvəzi bu məhsullardan alın, sağlam yaşayın. Bir bu cümlə bəs eləyir. Bir bu cümlə. Bu cümlə sizin həyatınızı dəyişməyə belə bəs eləyər. Əfruz xanım. Əsas odur ki, onun mahiyyətini biz bilək. Axşamınız xeyir olsun. Buyur. Bir müdaxilə eləmək istəyirəm. Buyurun. Xanım, sizi dinlədim. Əslində sakit dinləməyə daha çox üstünlük verirəm. Çünki dinlədikcə daha çox öyrənirsən. Amma Rafiq bəyin bir fikri ilə razı deyiləm ki, düzdür. Network deyəndə insanlar bu dəqiqə daha çox çəkinirlər. Niyə? Çünki həddindən artıq yalanlar üzərində qurulan networklar, firmalar fəaliyyət göstərib və insanların təbii ki, o inancı qırılır. Hansıdır məsəl üçün onların? Yalanlar üzərində qurulan. Yox, kifayət qədər. Azərbaycanda kifayət qədər firmalar var. Kifayət qədər firmalar var. Hansıdır yalanlar üzərində qurulan? Nəhrivan xanım fikrini tamamlasın. Rafiq müəllim, mən o fikirlə razı deyiləm ki, var, firmalar var. Mən indi onu burada sadalayası deyiləm. Mən özüm də insanları məyus edənlər var. Və insanlar niyə inanmır? Siz indi məsələn burada bir fikir söylədiniz. Dediniz ki, məhsul lazım deyil, əsas qazanc planı. Məhsul lazım deyil, demədim. Məhsul vasitədir. Mən bir dəqiqə üzr istəyirəm. Mən sizi dinlədim və məhsul lazımdır. Çünki siz nə qədər demədim lazım deyil. Keyfiyyətli məhsul üzərində qurulmayan bilək. Əgər keyfiyyətli bir məhsulu biz təqdim eləmiriksə və şirkətin məqsədi nədir ki, sən keyfiyyətli məhsulu təqdim eləmək və təqdim etdiyin məhsulun dəyərində öz qazancını əldə eləmək. Təbii ki, bugün qazanc əldə eləmək istəyir. Kim bura qazanc əldə etmək üçün gəlir ki? Amma mən məhsulun keyfiyyətini görməyəndə onu kifayət qədər kiməsə təbliğ eləyə bilmirsən. Və sonunda sənin o qazancın sıfırlana bilər. Necə başa düşməliyim? Hansı networkda məhsul keyfiyyətsizdir? Bütün networkların məhsulu keyfiyyətlidir. Mən şəxsən olduğum firmalar var. Mən burada ad çəkmək deyiləm. Keyfiyyətinin nəticəsi olmadığına görə bir müddət qazanc əldə etdiyi insanlar
və artıq o qazanc sıfırlandı. Nəyə görə? Çünki insanlar o məhsullardan razı qalmadılar və razı qalmadığın təqdirdə geri çəkilirsən. Və ikinci bir məsələyə onu da toxunmaq istəyirəm. Bundan razı qalmağın nə var ki? Ümumiyyətlə, network sahəsi burada danışıq, yəni ki, mübahisə şəklində getməməlidir. Sadəcə o Mübahisə insanlardan eləmirik. öyrənməyə çalışmalıyıq. Biz Bəli, öyrənməyə bəli. çalışırıq. Mən məsələn hər təlimə qoşuluram və susmağa üstünlük verirəm. Çünki dinləyirəm. Ən azından məhsul haqqında kifayət qədər məlumatım olsun. Və demək olar ki, mən əksər məhsulları da burada yazılandan istifadə edirəm. Və istifadə etməyimin nəticəsi nədir? Qarşımdakı insana yalan ötürməyim. Doğru məlumat ötürüm ki, bəli, bu məhsulun keyfiyyəti budur. Məqsəd odur. Digər bir məsələni deyim ki, insanlara psixoloji, yəni hücum etmək yox. Sadəcə olaraq onlarla dost olmağı, yoldaş olmağı bacarmaq lazımdır ki, bugün gələ bilməyən insan, ola bilər maddi baxımından o da düzdür, bəzi insanlar dar düşüncəlidir ki, fikirləşirlər ki, ay mən bu qədər pulu bura niyə qoyum? Amma müəyyən müddət o pulu əldə etmək üçün gələn insanlar sabah qazana bilər. Orası elədir. Amma psixoloji cəhətdən də insanlara hücum etmək olmaz. Sadəcə olaraq insanları duymaq lazımdır və onlara müəyyən təbliğatı hansısa bir yolla onların psixikasını öyrənib ötürmək lazımdır. Yəni hücum eləmək ki, lazım deyilsə işləmə, lazım deyilsə bu məhsulu qəbullanma. Yox, sadəcə ola bilər ki, elə bir insan var ki, bugün sənə yox deyə bilər, amma sabahları o gələ bilər. Çünki mən 6 ay öncə bundan əvvəl mənə yox deyən insan bu günlərə artıq gəlmək istəyir. Demək, sadəcə gözlənti forması. Düz təbii burada qazanc planında elədir ki, 2 aydan sonra sənin balın sıfırlanır. Mən bunu cəhd eləsəm də, amma o insanı da itirmək istəmirəm. Qazanc da əldə eləmək istəyirəm, amma insanı da qazanmaq istəyirsən. Ona görə də biraz insanların psixologiyasını mənə elə gəlir ki, daha çox öyrənib yanaşma tərzini dəyişmək lazımdır. Yanaşma tərzimiz çox vacibdir, çox önəmlidir. Bir dənə söz deyim xanım. Dinlədim, siz çox gözəl məsələlərə toxunursunuz. Bəzi şeylərdə razıyam, bəzi şeylərdə yox. Baxın bir şey deyim. Yox, nədən Yox, narazıyam? hər kəsin yəni öz fikri var da, təbii. Əslində vaxtımız bitibdi. Yəni sonra kimlərsə narahat olurlar. Bir də mən çox xahiş edirəm. Ola bilər ki, mən bu müdaxiləm, mən bir də vaxt məqamına görə deyirəm. Məsələn, işləyən insanlar var, işləməyən insanlar var. Ən azından bu vaxtı təyin eləmək olar ki, 45 dəqiqə ərzində, yəni məktəblərdə 45 dəqiqə ərzində böyük bir dərs keçilirsə və orada nəsə nəticə əldə eləyə bilirik də. Ən azından 45 dəqiqə təyin eləmək, 45 dəqiqə ərzində biz nəyisə götürə biliriksə o informasiyanı, mənə elə gəlir ki, o kifayət eləyir. Sadəcə o artıq informasiya ilə çox yüklənəndə onun nəticəsi olmur. Mənim fikrimcə belədir. Mən çox xahiş eləyərdim ki, yəni belə təlimlərə biz qoşuluruq, vaxt imkan baxımından bəzən yarımçıq olaraq çıxırıq. Amma çıxmamaq üçün mənə elə gəlir ki, bunu vaxtı təyin eləmək lazımdır və insanlara çatdırmaq lazımdır ki, bu 45 dəqiqə ərzində bu yekunlaşmalıdır. Gəncə qoymuşdu bura. Natavan xanım, siz çox düzgün buyurursunuz. Bu dəfələrlə biz bunu demişik, bəli. Təlimlərdə də var, networkda da var ki, seminarlar 45 dəqiqədən artıq olmamalıdır. Düz deyirsiniz, mən sizinlə razıyam. Çünki nə öyrənirsə, əgər artıq vaxt gedirsə, 1 saat, saat yarım, artıq onun orada heç bir şey beynində qalmır. Elə oradaca seminar qurtaran kimi də yadından çıxır. Mən 2 ildən artıqdır ki, buradayam. Bu söz həmişə deyilib, amma əməl olunmuyub. Bizim böyük bəlamızdır. Çox sağ ol, təşəkkür edirəm sizə ki, siz artıq bugün mənim bir komandam olaraq cəsarət tapdınız, topladınız. Siz də dediniz mənim kimi. Alqışlayıram sizi. Ancaq 45 dəqiqə, öyrənən 45 dəqiqəyə də öyrənəcək. Öyrənməyən 2 saata da öyrənməyəcək. Bunu hamımız bilirik, lakin heç kəsə dilə gətirmir. Amma gətirmək lazım idi. Təşəkkür edirəm sizə, Natavan xanım. Çox sağ olun. Sağ olun, çox sağ olun. Mən məsələn əvvəldə başda Əfruz xanımı çox diqqətlə dinləyirəm və qeydlərimi də götürdüm. Düzdür, burada Əfruz xanım səsləndi, imkan olmadı səsi açıb nəyisə deməyə, amma indi sonunda olaraq fikrimi bildirməyi özümə borc bildim. Ən azından hər kəs öz düşünmə tərzi, öz prizmasına yanaşır. Mən də bu fikirlərimi deməli idim. Əfruz xanıma isə təşəkkür eləyirəm təlimə görə və hər dəfə nəyisə öyrənməyə çalışıram, öyrənirəm də, təşəkkür eləyirəm buna görə. Olar mı sonda da bir söz sorulsun Əfruz xanım?
Bir dəqiqə deyərsizsə, mən əslində elə Natimə xanım sizin dediklərinizə istinadən lövhəmi də əvvəlcədən yazıb yanımda saxlayıram ki, yəni vaxt getməsin. Baxın, başlanğıc olaraq 10 dəqiqə gözləmə getdi. Bilmirəm, siz saata qoymuşdunuz, qoymamışdınız. Yəni diqqətli insanlar bilirəm ki, bunları saatla ölçürlər. Hardasa yarım saat mənim izahatıma bəs elədi. Amma bilirsiniz necədir? Məsələn, o 45 dəqiqə məsələsi, deyək ki, mən o izahatı verdim 45 dəqiqədə. Amma biz axı insanların fikrini almağa məcburuq. O sual-cavab da olmasa, o qarşı tərəfə ötürdüyümüzün reaksiyasını bilməliyik. O baxımdan bir saat uzaq başlı saat var. Buyur. Bir dənə söz də deyim, sonra mən daha danışmayacağım. Türkiyə seminarlarına dəfələrlə qoşuluram. Hətta bir dəfə də sual vermək istəyəndə dedilər ki, bizim vaxtımız bitdi. Nərgiz xanım, burada 1000 nəfər qoşulur. Yox, 1000 nəfər ya 5 nəfər. Onların vaxtı var. Vaxt qurtardı, dedi qaldı gələn dəfəyə. Və salam var belə. Burada hər kəs başa düşməli idi ki, Əfruz müdür seminarını verdi, qurtardı. Bir nəfər bir dəfə sual versin və ya 2 dəfə, 3 dəfə, 4 dəfə sual verirlər. Bunu keçsinlər, qrupda versinlər. Qrupda versinlər. Qrupda bir seminar aparsınlar. Yəni, hər kəs 15 dəqiqə, 20 dəqiqə danışır. Bəli, bax, Natamar xanım bugün işdən gəlib. Burada xanım var, mənim komandamla. O da işdən gəlib, qoşulub. Çünki mən demişəm qoşulub. Burada Nərmin xanım 2 uşağı ilə demişəm qoşulublar. Komandam buradadır, sağ olsunlar. Sözümü yerə salmırlar. Amma onları da nəzərə almalıyıq. Anadılar, qadındılar. Kimin vaxtı var, axşam saat 2-yə otursun. Kimin vaxtı yoxdur. Bu seminarı xahiş edirəm və səviyyəsiz eləməyin. Gün kimi seminar keçdi. Təşəkkür edirəm hamıya. Çıxış Əfruz xanıma başda. Elvin bəy də linkə görə çox sağ olsun. Hamıza təşəkkür edirəm. Sağ olun. İnşallah ki faydalı olar. İnşallah ki ay sonumuzu istədiyimiz kimi yekunlaşdırarıq. Hər şey hər kəsin ürəyincə olsun. Tezliklə uğurlarınızı görüb sevinə bilək. Özünüzə layiq çalışan güclü komandanız olsun ki, sizi ən yüksək zirvələrə gedə biləsiniz. Belə. Sağ olun. Bir də kiminsə sözü ağzında yarımçıq qaldı. Bilmədim kim idi. Ben idim. Buyur. Esmer. Kısaca fikrinizi deyin, Mustafa, bitirək. bir şey sorabilir Sağ miyim? olun. Fatma xanım, sən bayaq şəxsi də soruşarsan Fatma xanım. Esmer xanım bitirsin, sağollaşaq. Həqiqətən vaxt çox uzun olur. Sonra çünki artıq saat yarım oldu. Saat yarım deyəndə elə 10 dəqiqədə gözləyək, saat yarımda tam bitirmiş olaq. Hə. Esmer xanım siz tez deyin. Bəli. Mən demək oğlum var, elə bir ki 5-də oxuyur da. O tez-tez belə öskürür, bəlğəm gəlir. O qədər takviyelərdən istifadə eləmişəm. Ekneziyadır, Keçik suyudur, keçik suyu. kəklik suyudur. Hər dəfə də düşübdür, Bax, istifadə bu sual eləmişəm. qrupun sualıdır. Bu Vitaminlər sual qrupun istifadə sualıdır. eləmişəm. Günay Yəni müdür də çox həmişə gözəl yaz başı müdür, daha qrupun çox sualı. olur. Neyse, sağ olun.